Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpa təşəkkür edib. Prezident Donald Trump, təşəkkür edirəm. Truth Social hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram, deyə İlham Əliyev qeyd edib. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur. Bu barədə məsələ Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılıb. Sentyabrın 19-dan 20-sinə və 20-sindən 21-nə keçən gecələrdə metro stansiyaları gecə saat 2-yə qədər sərnişinlərin girişinə açıq olacaq. 2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzla işləyənlərin orta aylıq nominal əmək haqqı 8,4% artaraq 1375,4 manat təşkil edib. Ukraynaya göndəriləcək sülh məramlı qüvvələr işğalçı orduya çevriləcək. Nəticədə Qərb Ukraynanı işğal edəcək. Bu fikirləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib.